Afşin, Azərbaycan mədəniyyəti 2040 konsepsiyasının 7-ci bəndi qloballaşma şəraitində milli kimliyin və milli mənəvi dəyərlərin qorunmasını nəzərdə tutur. Qloballaşma şəraitində milli kimliyi qorumaq üçün biz əvvəlcə qloballaşma çadırası altında nəyin gizlədildiyini bilməliyik. Daha sadə sözlərlə desək, bu gün qloballaşan şeyin nə olduğunu təftiş etməliyik. Qloballaşma səncə bizə nə təklif edir? Qismət, gəl əvvəlcə bunu etiraf edək ki, ən müqəddəs dəyər də istismar alətinə çevrildikdə eybəcərləşir. İstismar alətinə çevrilən gözəl ifritələşir. İstismar alətinə çevrilən azadlıq köləliyə rəhmət oxutdurur. Bəlkə də nə insanın qəlbində, nə göylərin təkində iblis deyə bir mistik məxluq var. Bəlkə iblis dediyimiz o lənətli mistik məxluq da istismar alətinə çevrilmiş tanrıdır. Bu gün o tanrılardan birinin yeni adı informasiyadır. Biz bugün adı qoyulmuş varlığın bütün növlərinin informasiyaya, istismar alətinə çevrildiyi çağda yaşayırıq. Ya qloballaşmanın gətirdiyi, bizə təqdim elədiyi tendensiyalardan biri budur. Hisslərimiz, duyğularımız belə artıq rəsmə, musiqiyə, şeirə deyil, informasiyaya çevrilir. İnformasiya mövcud mədəniyyətin yoluxduğu vəbadır, koronavirusdur. Bir şeyi informasiyaya çevirmək nə deməkdir? Əvvəlcə bu suala bir cavab axtaraq. Yəni bir şeyi informasiya çevirmək, onu aşkara çıxarmaq, görünən etmək deməkdir. Bu prinsip ilk növbədə məhrəmlik duyğusunu aradan qaldırır. Məhrəmlik duyğusunu itirən dəyər isə çılpaqlaşır. Özünü istismara təqdim edir. Məsələn, məhrəmlik hissini itirən adam üçün dəyər deyə bir ölçü qalmır. Özü lüt olan hamının lüt olmasını istəyir. Məhrəmlik mənaya aid libasdır, informasiyaya aid deyil. Məna həmişə örtülüdür, sirlidir. Mənaya varmaq insandan zəhmət tələb edir. Məsələn, eşq mənadır, sirdir. Əzab eşq yolunda çəkilən mənəvi zəhmətdir. Məna özünü gözə soxmaz. Özünü gözə soxan informasiyadır. İnformasiyaya çevrilmiş hər şey istehlaka açıqdır. İstər insanın bədəni olsun, istərsə də inancı. Bugün hər şeyin informasiyaya çevrildiyi mühit sosial şəbəkələrdir. Sosial şəbəkələr mənanı aşkara çıxarmaqla qalmır. Üstəgəl aşkara çıxarılanların bazarını da yaradır. Onda belə deyək də, bax indi sən dedin ki, bir çılpaqlaşma, lütləşmə, üryanlaşma. Bu üryanlaşma, lütləşmə kimlərə və nə üçün lazımdır? İnformatikus adlanan bizlər, yəni bizim artıq belə bir adımız var, sosial şəbəkələr vasitəsilə aşkara çıxarıb informasiyalaşdırdığı hər şeyi satmaq istəyir, yəni sata bilir. Biz hər şeyi informasiyaya çevirib yaymaqla onu satmağı düşünürük. Kimi öz bədəninin məhrəmini informasiyaya çevirib satır, kimi öz kültürünün, kimi öz evinin, öz ölkəsinin məhrəmini. Hər şeyi satmaq üçün aşkara çıxarmaq hər şeyin çılpaqlaşmasına yol açır. Bizim bugün azadlıq dediyimiz şey əslində çılpaqlaşmadır. Koreya mənşəli müasir Alman filosofu Bön Çulxanın sözləri ilə desək, informasiya pornoqrafik bilgidir. Sosial şəbəkələr hər cür pornoqrafiyanın hiyləgərcəsinə legitimləşdirildiyi bir məkandır. Çılpaqlaşmaq üçün özəl və məhrəm olan hər şeyi fəda etməliyik. Bu mədəniyyətə tamamilə zidd olan bir fədakarlıqdır. Mədəniyyətin gözəllik anlayışı pornoqrafik deyil, estetik, erotik məzmunludur. Gözəllik 10-dur, 9-u dondur. Elitar və klassik mədəniyyətin düsturu budur. Mədəniyyət gözəlliyin azadlığını donun içində görür. Donundan çıxan mədəniyyətdən çıxmış adamdır, mədəniyyətsiz adamdır. Milli mədəniyyətlər, bax bu qloballaşmanın bir belə deyək də fəsadıdır. Məhz sosial şəbəkə şərtlərinə boyun əyib dəyərlərini soyunaraq məhv olur. Sosial şəbəkələrdə elitar və milli olanın sözü keçmir. Azadlığın hər şeyin çılpaqlaşdırılması kimi başa düşülməsi azadlığı istismar olunan hala gətirir. Biz hər şeyimizi könüllü çılpaqlaşdırmaqla azadlığımızı belə istismar üçün təklif edirik. Azadlığın bu yeni kütləvi növü bizi ucaltmaq əvəzinə endirir, əlçatan edir. Orta əsr insanını istismara məcbur edirdilər. Bu gün insan özü özünü istismara məcbur edir.
Sosial şəbəkədə paylaşmağa təşnə olan gözəllik istismara təqdim olunan gözəllikdir. Məzmunca çirkin olandır. Maya dəyəri layiqdir. Yəni bəyənmə işarəsi. Sosial şəbəkələrdə münasibətlər gerçəkliyin özü ilə deyil, onun imitasiyası, illüziyası ilə kifayətlənmək üzərində qurulub. Münasibətlərin çılpaqlığı və kütləviliyi cəmiyyəti çimərlikləşdirir. Çimərlikdə çılpaqlıq kütləvi olduğu üçün özəlliyini itirir. Çünki çimərlikdə hər kəs könüllü olaraq özünü aşkara çıxararaq informasiyalaşdırır. İnformasiya bolluğu tam tərsinə, bizim düşündüyümüzün və gözlədiyimizin tam tərsinə bizi yaradıcılıqdan məhrum edir. Yaradıcılıq maraqlanma hissindən güc alır. Çimərlikdə belə bir hiss olmur. Biz çimərlikdə ölülər aləmindəyik. Sosial şəbəkələrdə də həmçinin. Sosial şəbəkələrin dili də lütdür. Bəsitləşdikcə bəsitləşmək tələb edir. Fransız filosofu Georges Bataille hələ 20-ci əsrin əvvəllərində yazırdı ki, sərhədləri aşmaq və azad olmaq çirkinin arzusu və yanğısıdır. İfrata varan çirkindir. Gözəlin belə bir ehtiyacı və niyyəti olmaz. Bataille bu fikrə o zaman gəlmişdi ki, 2 Dünya müharibəsi ilə bütün insani sifətlərini itirmiş Avropanın beyni yuyulan bütün çirkinləri küçələrdə idi. Avropa dünya müharibələrindən ləyaqətini itirərək çıxmışdı. Müharibələr adətən sülh dövründə aşınaraq məhv olan insani keyfiyyətləri bərpa edir. Amma Avropada tam əksi oldu. Dünya müharibələrindən əvvəlki Avropa, dünya müharibələrindən sonraki Avropadan daha ləyaqətli idi. Müharibənin nəticələri Avropada kişini qadının, qadını kişinin yerinə itələdi. Müharibədən sonra Avropada meydana belə deyək də, Baudelaire'in obrazları çıxdı. Çirkinlər və pislər. Onlar hər yerdə sərhədləri aşmaq, azad olmaq istəyirdilər. Bu gün Qərbin ən böyük sosial problemi çirkinlərin azadlığının yaratdığı problemdir. Məsələn, Trump Amerikada prezident seçilən kimi bax bu problemlərdən birini dərhal qadağan elədi. Çirkinin, eybəcərin heç mi azadlıq haqqı yoxdur? Əlbəttə var. Çirkinin azadlığı da çirkindir amma. Çirkinə nə zaman meydan verilir? Bax, əsas buna baxmaq lazımdır. Xaos öncəsi. Bunun da yenə də Avropa filosofları özləri yazıblar. Məsələn, İtalyan filosofu Agamben Fövqəladə Hal kitabında yazır ki, artıq dünyada qanun deyə bir şey yoxdur. Güc qərar verdikdə yalnız vəziyyətin istisnalığına baxır. Əgər fövqəladə hal qanunu tapdalamağı tələb edirsə, siyasi güc xüsusi qərarlarla qanunu yox saya bilər. Və bu müsahibəsində əlavə edir ki, Agamben 2001-ci ildə İtaliyanın Genua şəhərində keçirilən G8 sammitində ixtişaşlar baş vermişdi. Ardınca polislə toqquşma olmuşdu. Hakimlər bir polis rəisini mühakimə edəndə polis rəisi qəzəblə belə dedi: hökumət asayişi qorumaq istəmirdi, ixtişaşları idarə etmək istəyirdi. Agambenə görə bu gün hər yerdə vəziyyət belədir. İndi xaos hər yerdədir. 19-cu əsrin sonlarına doğru ictimai xaosun hədəfi burjua əxlaqı idi. Mövcud xaosun hədəfi orta təbəqənin əxlaqıdır. Bu gün Qərbdə güc orta təbəqənin əlindədir. Varlıların getdikcə varlandığı, yoxsulların getdikcə yoxsullaşdığı dünyada orta təbəqənin mütəşəkkilliyini qoruyan əxlaqi həmrəylik bir əngəldir. Əslində sosial şəbəkələr insan haqları, söz və fikir azadlığı kimi liberal dəyərləri əlində bayraq etsə də, burada gizli hədəf demokratiyanı yoxsul və cahillərin əli ilə məhv etməkdir. Çünki demokratiya orta təbəqənin əlində güc alətidir. Bir ölkədə orta təbəqə yoxdursa, orada demokratiya yarana və duruş gətirə bilməz. Neoliberal kapitalizm üçün orta təbəqə aşılması çətin bir səddir. Çünki orta təbəqə təqdim olunan dəyəri saf-sürük edə biləcək mənəvi intellektual bacarıqlara sahibdir. Aşağılar bu bacarıqlardan məhrumdur. Ona görə də varlandıqca varlanan neoliberal kapitalistlər cəmiyyətin aşağı təbəqələrindən gələnlərə sosial şəbəkələrdə yaratdıqları fürsətlərlə
orta təbəqənin mütəşəkkilliyini qoruyan dəyərlərə hücum edirlər. Sosial şəbəkədə öndə olan bu gün dünyanın ən istedadsızıdır, ən biliksizidir, ən əxlaqsızıdır. Dünyanın indiki halına baxanda aydın olur ki, niyə məhz meydan çirkinlərə verilib. Sərmayə sahibləri 19-cu əsrin ortalarından başlayaraq orta təbəqəyə meydan vermək üçün burjua əxlaqına hücum edirlər. Bu gün hücuma məruz qalan orta təbəqənin əxlaqi dəyərləridir. Məqsəd meydanı istehlakçı kütlələrə verməkdir. Əldə etdiyi hər yeni əşyada xoşbəxtlik tapan qəbilə təfəkkürlü insan sürülərinə. Bu gün istehlak mühitində fetişizm tüğyan edir. Şəhərlər əşyalara sitayiş edən qədim insanlarla doludur. Fetişist məzmun özü ilə bərabər qədim bəşəri formanı da gətirir, çılpaqlıq. İnsanlıq əşyalara tapındıqca, özünü əşyalarla mənalandırdıqca həm zahirən, həm də daxilən soyunur. Çünki onun dəyəri göstərə bildiyi əşyadadır. Əşyaya sitayiş insanın özünü də əşyalaşdırır. Bədənlər manikenləşir. Maniken kimi qadınlar, maniken kimi kişilər. Hər məkan insan şəklində boşluqlarla doludur bu gün. Dəyərli olan məkandır. Dəyərli olan insan deyil, dekorasiyadır. Klassik iqtisadiyyat üçün ailə mühiti əlverişlidir. Neoliberal iqtisadiyyat təklərin arzularından qidalanır. Arzunun özü də artıq sənayeləşib. Sosial şəbəkələr hər gün arzu istehsal edən bir sənaye qurumudur. Bu gün ticarət mərkəzlərində sırınmış arzusunun dalınca avaralanan tək insanın yaşaması üçün hər cür şərait yaradılıb. Alış-veriş mərkəzləri artıq insanlardan ibarət istehlakçı sürülərin dolaşdığı savannalardır. Bir-birinin arzusuna yoluxmuş iki ayaqlı sürülər bir-birinə yol vermədən mərtəbədən mərtəbəyə lökküyürlər. Efirlərin, sosial şəbəkələrin ailə bağı olmayan geylərlə, broiler gözəllərlə doldurulması cəmiyyəti təklərə parçalamaq və bu təkləri istehlak arzularına yoluxdurulmaq üçün düşünülüb. Bu dediyimiz məhz çirkinin azadlığıdır. Məqsədi tək olanı ailə əxlaqının fövqünə qaldırmaqdır. Qlobal siyasətə və iqtisadiyyata istifadəsi rahat insanlar lazımdır. Bax şimdi deməli mədəniyyət yaradılan şey gözəl olanda mədəniyyət hesab olunur. Bəs onda biz indiki bu qəribə çağda gözəl deyəndə nəyə başa düşməliyik? Bu maraqlı sualdır. Gözəl istifadəsi çətin olandır. Gözəllik gözəl görünən deyil. Gözəllik zamanla gözəl olduğunu göstərəndir. Görünən gözəllik zamanı tələsdirir. Görünməyən gözəllik isə zamanı gecikdirir. Gözəlin zamanı heç vaxt indi deyil, həmişə sonradır. Nəzərə alaq ki, günümüzün dünyası idarə olunan xaos dünyasıdır. Çirkinə verilən meydanın önəmini anlamaqda artıq çətinliyimiz olmayacaq. Biz bunu, bütün bu dediklərimizi nəzərə alsaq. Biz Lut qövmü dövründən qaçıb Lüt qövmü dövrünə gəlib çıxmışıq. Üstəgəl, bu da qlobal belə deyək, təsirin mənfi tərəflərindən biridir. Üstəgəl bu gün təhsilin bazar üçün pula tapınan, kölələr yetişdirən bir kilsəyə çevrilməsi yeni bir qaranlıq çağ yaradıb, başladıb. Modern çağın əvvəlində Nietzsche elan edirdi ki, Tanrı öldü. Texnoloji çağın əvvəlində biz də çox rahatlıqla elan edə bilərik ki, insan da öldü. Siyasətçilər, iqtisadiyyatçılar, şirkət işçiləri ola bilsin ki, bunu çağın normal şərti kimi qəbul etsinlər. Amma ədəbiyyat, sənət, mənəviyyat məsələsi olduğu üçün yazıçılar, filosoflar, şairlər qloballaşmanın öz çadrası altında nəyi gizlədiyini aşkara çıxarmalıdır. Yalnız bundan sonra milli mənəvi strategiya haqqında düşünmək olar. Mənə elə gəlir ki, qloballaşmanın bizə təqdim etdiyi şey haqqında az da olsa məlumat verə bildim.